dostlar, 30-cu sual. Şəkildə kvadratlar və onların cəhləri verilmişdir. Qarışqa A nöqtəsindən B nöqtəsinə verilən oxlar istiqamətində fiqurların tərəfləri üzərində dəqiqədə 180 metr sürətlə gedir. Qarışqa A nöqtəsindən B nöqtəsinə neçə saniyə çatar? Əvvəlcə gəlin kvadratın tərəflərini tapaq. Bura 361 cm kvadratsa onun tərəfi olacaq 19. Bu kvadratın 196 isə tərəfi olacaq 14. Bura 100 cm kvadratsa tərəfi olacaq 10. Qarışqa A nöqtəsindən başlayıb gəldi bura. İndi aşağı sürüşür. Niyə görə? Baxın, bu kvadratın bura qədər məsafə 14 isə 19-dan 14 çıxanda aşağı sürüşməyi 5 cm aşağı sürüşür. Gəldi bura. Yerə də aşağı sürüşdü. Tərəf 14-dür, birində 10 isə 14-dən 10 çıxanda 4. Yenə gəldi 10 cm, gəldi aşağı 10 cm, 10 cm aşağıdan, yenə 14 buradan, yenə gəldi B nöqtəsinə çatdı 19 da buradan. Bunları toplayanda 2 19-un 38, üstə gəl. 2 14-ün 28, üstə gəl. 3 10-un 30, çünki 3 dənə 30 var. Üstünə gəlinsin, 5 buradan, 4 də buradan. Cəmi nə qədər edir? 9. Nəyi verəcək? 105 santimetr. Qarışqa deyir 1 dəqiqədə 180 metr yol qət edir. Bəs 1 saniyədə görə nə qədər qət edir? 180-ı belə dür 6-ya. Nəyi verəcək? 3 metrə. Bir də santimetrlə verildiyinə görə 105-i böləcək 300-ə. Bir də nə olacaq? 0-dan %35. Doğru variant bu olmalıdır. Burada səhvlik var. Sonra keçək 31-ci suala. Bir müəyyən miqdarda mərcimək A qabına qoyulub çəkiləndə 780 qram. Eyni miqdarda mərcimək B qabına qoyulub çəkiləndə isə 810 qram gəlir. A və B qablar boş olaraq çəkiləndə 510 qram gəlir. Buna görə B qabının kütləsi neçə qramdır? Baxın, A ilə bu tərəzini toplayıb. Görüm nə qədər çəki verir. 780 üstə gəl 810. Nə qədər? 1590 qram. İndi fikir verin. 1590 qramdan boş çəkiləri çıxım. 1590-dan çıxar 5 sonu. Nə qədər verir? 1080. 1080-ı bölüm ki, niyə görə? Eyni miqdarda mərcimək B qabına qoyulub. 1080 bölünsün 2-yə. Bu da edir nə qədər? 540. Yəni 540 qram hər bir tərəzinin üzərinə mərcimək qoyulub. İndi bizdən B qabının həcmini soruşur. B qabının həcmi ümumi belə deyək də, dolu kütləsi ilə 810 qram idi. Çıxacam 540 qramı. Buradan da verəcək B qabının kütləsini. Bu da eləyəcək 270. Əgər A qabın həcmini soruşsaydı, 780-dan çıxardıq 540-ı. Nəyi verərdi? 240. Həqiqətən 270 ilə 240 gələndə 5 sorun. Bizdən də B qabı doğru variant D variantı. Keçək növbəti suala. 32. 7 mərtəbəli binada 52 nəfər yaşayır. Mənzillər aşağıdan yuxarıya doğru 1-dən 7-yə qədər nömrələnib. Bu mənzillərin nömrələri ardıcıl olan hər hansı ikisində cəmi 15 nəfər yaşayır. Buna görə binanın 5 nömrəli mənzilində neçə nəfər yaşayır? Gəlin hesab edək ki, birinci mənzildə burada A nəfəri var. Digərində isə B nəfəri var. Əgər bura A-dırsa, bura B olacaq. Bura B-dirsə, yuxarı A olacaq. Bura A-dırsa, yuxarı B olacaq. Çünki ardıcıldır. B-dirsə, bura A olacaq. Bura A-dırsa B olacaq, A olacaq.
Şəkilə diqqətlə baxsaq, 4 dənə A, baxın, 1, 2, 3, 4 dənə A, 4A, üstə gəl. 3B nəyi verir? 10 cəmi 52-ni verir. Mən 4A'yı parçalasam, yaza bilərəm ki, 3A üstə gəl. 3B üstə gəl A bərabərdir 52. Şərtdə mənə deyir ki, hər iki mənzili tutaq ki, baxın, A ilə B-də 15 nəfər yaşayır. Bu məlumdur mənə. Ona görə mən buradan 3-ü mötərizə xaricinə çıxardıram. 3 buradan mötərizə xaricinə çıxdı. Nə olacaq? A üstəgəl B üstəgəl A nəyi verdi? 52-dir. A ilə üstəgəl B-nin cəmi nə qədər verir? 15-i. 3-ü də 15-ə vuranda 45. Üstəgəl A bərabərdir 52. Buradan A nəyə bərabərdir? 52 çıxılsın 45. A nəyə bərabərdir? 7-yə. Və 5-ci mərtəbəni soruşurdu. 5-ci mərtəbə nə ilə işarələmişdim? A ilə. Bu da oldu 7. Birdən B-ni sorsaydı 15-dən çıxardınız 7-ni və 8-i tapardınız. Buna görə doğru variant burada nə oldu? C variantı. Sonra Musa açılışı verilən kubu qatlayaraq əvvəlki halinə gətirir. O, əvvəlcə qarşı üzlərlə yazılan ədədlərin hasillərini tapır və daha sonra həmin hasilləri toplayır. Musa ən sonda hansı nəticə əldə edər? Buna görə bu kubu orijinal vəziyyətə gətirmək üçün müəyyən bir hissədən sındırmaq lazımdır. Yəni, baxın, bu 4-ü buradan sındırıb gətirirəm, 5-in yanına yerləşdirirəm. Eyni zamanda bu 1-i buradan sındırıb gətirirəm, burada 2-nin yanına yerləşdirirəm. Sonra bu 6-nı da çevirə-çevirə gətirirəm bura, gələ düşür bura 6. İndi qarşı üzləri tapa bilərik. Deməli, 3 ilə 6, bir qarşı üzdür, 3 vurulsun 6, üstə gəl. 2 ilə 4, bir qarşı üzdür, 2 vurulsun 4, üstə gəl. 1 ilə də 5, bir qarşı üzdür. Bunları toplasaq, 3 6-nın 18, üstə gəl. 2 4-ün 8, 1 5-in 5. 18-də 8, 26, 26-da da 5 yanında 31. Bu da oldu D variantı. Keçək növbəti suala. 34-də nə deyir? A və B sıfırdan fərqli rəqəmlərdir. 3 vurulsun A, 2 vurulsun B, buradan yazacaq. 3A bərabərdir 2B-yə. 5 vurulsun A, 4 vurulsun B ifadəsinin ala biləcəyi ən böyük qiyməti ilə ən kiçik qiymətinin cəmi neçə olar? Yəni, biz burada minimum qiymətlə maksimum qiymətləri tapmaq lazımdır. Minimum qiyməti burada A-nın olacaq nə? 2, B-nin olacaq 3. A-nın maksimum qiyməti A-nın olacaq 3 6-nın 6, 18 eləməlidir. B-də olmalıdır ki, 9. Yazırıq. 5 vurulsun 2. Üstə gəl. 4 vurulsun 3. Nəyi verir? 5 2-nin 10, 4 3-ün 12 toplayanda 22. Sonra maksimum qiyməti burada. 5 vurulsun 6. Üstə gəl. 4 vurulsun 9. 5 6-nın 30, 4 9-un 36. Bunları toplayanda 30 ilə 36, 66. Deməli, 66 üstə gəl 22. Nəyi verir? 88 verir. Doğru variant B variantı. Keçək növbəti suala. 35-də aşağıdakı dairələrin içində 1-dən 7-yə qədər 1 və 7 daxil bütün rəqəmlər yazılır. Bu vaxt hər bir üstdağın təpə nöqtələrdəki ədədlərin cəmi bir-birinə bərabərdir. Yəni, baxın, bunu çəkim sizin üçün göstərib. Bax, belədir. Sonra belədir. Və belə göstərilib. Ona görə nə eləmək lazımdır? 1-dən 7-yə qədər ədədləri bir-bir yazmaq ehtiyaclıdır. 1, 2, 3,
4, 5, 6, 7. Buradan 7-ni sildirəm və 4-ü sildirəm. 1-i gətirib ortaya yazsam, çünki hepsinin cəmi 1-lə əlaqəli olacaq. Burada tutaq ki 2 yazdım. 1 isə 7 gələndə 8, 8, 10 edir. 10 olması üçün indi bura baxıram. Bura 4 üstə gəl 1, 5, bura 5-ə ehtiyacı var. 5 yazdım, bura nə qaldı? 6 ilə 6, bu da üst. Bunların da cəmi bizdən x üstə gəl, y nəyi verdi? Bunların cəmi də verdi nəyi? 9. Bu da oldu D variantı. Sonra keçək növbəti suala. Aşağıdakı 3-3 ölçülü cədvəllərdə rənglənməmiş xanalar 3-dən 9-a qədər 100 və 9 daxil olan bütün natural ədədlər hər biri bir dəfə olmaqla yazılmalıdır. Yəni bunlar bura rəqəm yazılmayacaq. Kənarlarda yazılan ədədlər müvafiq sətirlər və sütunlar üzrə yazılan ədədlərin hasilini göstərir. Buna görə y çıx x-i tap. Baxın dostlar. Bilməliyik ki 36 hansı ədədlərin hasilidir? Və yaxud da birinci 21-ə baxıram. 21 üstünə 7-nin hasilidir. Burada görürəm ki 90 var. 90 7-yə bölünməyəcək. Ona görə buraya 3 yazıram, buraya 7 yazıram. Yazdım. Sonra 93-ə böləndə qaldı 60. 60 hansı ədədlərin hasilidir? 60 6-nı ona vuranda, düzdürmü? 160 6-ya bölünmür. 160 nəyə bölünür? 5-ə. Ona görə 5-i bura yazdım. 2-ni də bura yazdım. Daha doğrusu səhv yazdım burada. 6-nı buraya yazdım. Düzdürmü? 6 üçün 18, 18-də 5-ə verəndə 90. Düzdür? İndi fikir verin. İndi 160 sonra 9-a da bölünmür. Ona görə 160 4-ə bölünür. 4 5-ində 20 elədi. 20. Burada 20-ni 8-ə verəndə 160 eləyir. Düzdürmü? İndi bura nə qaldı? 9. İndi bizə lazımdır x. X nəyə bərabərdir? 6 9-un 54. Y nəyə bərabərdir? 7 8-in 56. Bizdən də fərqini soruşur. 56 çıxı 54. Bunların fərqi 2-ni 7. Bu da oldu A variantı. Sonra aşağıdakı vurma əməlində müxtəlif simvollar müxtəlif ədədləri göstərir. Buna görə bu işarələrin cəmi hesablayın. Baxın dostlar. Görürsünüz ki 2 var. 8 olması üçün 2-ni hansı rəqəmə vuranda axırı 8 eləsin. 2-ni 9-a vuranda 8 eləyir. 4-ə vuranda 8. 4-ü yazdım. Düzdürmü? 4-ü, tutaq ki 9-u yazdım. 9 9-un düz eləməyəcək. Ona görə burada 4-ü yazırız. Burada avtomatik 4 oldu. Baxın. Bu 4-ü yazandan sonra 8208-i bölüsüz 4-ə buradan tapırsınız ki, bayaq da 8208-i bölüsüz 342-yə bunu tapırsınız. Bunlar yazılıb deyə bura yazıram ki, bura 6 olacaq, bura olacaq 6. Bizdən də soruşmuşdu 4, üstə gəl 2, üstə gəl 6. Bunların da cəmi nə verəcək? 4 üstə 2, 6 isə 6, bu da 12. Sonra keçək növbəti suala. Görün, burada sual qaldı. Hadi 37-dən sonra gəl 38. 1-dən 8-ə qədər natural ədədlər hər biri xanalara elə yerləşdirilməlidir ki, bərabərlik doğru alınsın. Sual işarəsinin əvəzində hansı ədəd yazılmalıdır? Görürəm ki, burada üstə gəlmə yazılıb. Çünki maksimum belə deyək də, böyük ədəddən nə qədər kiçik ədəd çıxsam, tutaq ki, 8-dən 7 çıxsam, 1 qalacaq. 1 elə bir ədədin cəminə bərabər ola bilməz. 8-dən çıxaram 6-nı, qalar nə? 2. 2 hansı ədədlərin cəminə bərabər? 1 ilə 1-in cəmi. Amma deyir ki, hər birindən elə bir dəfə yerləşdirmək lazım. Ona görə ola bilməz. Onda belə çıxır ki, ən kiçik burada nə olacaq? 3 olacaq. Bunu buradan başlaya hərəkət edirsiniz. 1 ilə 2. Düzdür? 8-dən neçə çıxanda bundan bərabər olsun? 5. Düzdür? İndi 6-dan 3 çıxanda 3 qalırmı?
İndi 7-dən də 4 çıxanda 3 qalır. Bizdən də nə soruşurdu? Hansı sual işarəsi soruşurdu? Bu da oldu A variantı. Qurtardı getdi. 39-cu sual. 28 otaqlı bir oteldə qalan Əli, Bilal, Cəmil ilə əlaqəli aşağıdakılar məlumdur. Əlinin otaq nömrəsi cütdür. Ahan. Bilal ilə Cəmilin otaq qarşı-qarşıyadır. Ahan. Cəmilin otaq nömrəsi 5-ə bölünür. Baxın. Cəmil yazıram, bir də Bilal yazıram. Düzdürmü? Fikir verin. Cəmilin 5-ə bölünən ədədlər hansıdır? 5-dir, 15-dir, 25-dir. Qurtardı getdi. Düzdür? Başqa ola bilməzmi? Başqa ola bilməz. Əgər Cəmildə 5 olanda Bilalda 6 olmalıdır. Düzdür? Əgər 15 olanda Cəmildə qarşı-qarşı olduğuna görə Bilalda 16 olacaq. Sonra 25 olanda 25-in qarşısındakı 26-dır. İndi fikir verin, nə deyir? Əlinin otaq nömrəsi Bilalın otaq nömrəsindən 11 var kiçikdir. Əlinin otaq nömrəsi Bilalın otaq nömrəsindən sonra nə deyir? Deyir. Baxın. Deyir, Əlinin otaq nömrəsi cütdür. Cüt dediyinə görə Əlinin otaq nömrəsi Bilalın otaq nömrəsindən 11 var kiçikdir. Baxın, 11 var kiçikdir. Düzdür. Kimin? Bilalın otaq nömrəsindən 11 var kiçikdir. Bilalın 6 ola bilməz, çünki ödəməyəcək, düzdür? Çünki 6 olanda bizə Əlinin otaq nömrəsi ondan böyük olur da. Heç biri ödənməz. 16 olsa, 16-dan 11 çıxanda 5 qalır, düzdürmü? 5. Əli axı 5 cüt rəqəm deyil. 26 olsa, 26-dan 11 çıxanda 26-dan otaq nömrəsi Bilalın otaq nömrəsindən 16 olsa, 16-dan 11 çıxanda nə qalır? 16-dan 11 çıxanda qalır 5. Yirmi 11 çıxanda 15. Beş axı cüt deyil. Mən başa düşmədim, bir dəqiqə. Dəqiqə oxuyaq. Nə deyir? Bilal ilə Cəmilin otaq nömrəsi 5-ə tam bölünür. 5-ə bölünənlər, Cəmilin nömrəsini yazıram. 5-ə bölünənlər. Biri 5-də, 20 də ola bilər, ona görə yazmamışam. 5, sonra 10, 15, 20, 25. Bunları yazmamışam deyə ona görə. Bir də oldu ki, Bilal 5 isə bunun qarşısında olacaq. Bilal 5 olanda 5-in qarşısındakı 6-dır. Onun qarşısındakı nədir? Onun qarşısındakı 9-dur. 15 olanda bunun qarşısındakı 16-dır. 20 olanda bunun qarşısındakı 19-dur. 25 olanda bunun qarşısındakı 26-dır. Aha. Onsuz bu, baxın. Bizə lazımdır ki, cüt ədəddən tək ədədə çıxanda cüt ədədi verir. Ona görə buradan Bilalın cüt ola bilməz. 6 olmayacaq. 16 olmayacaq. Sonra 26 olmayacaq. Qaldı burada təklər. 9 ilə 19. Düzdür? 9. 9 olanda o deməyəcək. 19 olanda 19-dan 11 çıxanda 19-dan 11 çıxanda qalır. 8. 8 həqiqətən cüt edir. Ona görə onda Əlinin bir də Əlinin bizdən, buna görə də Cəmilin otaq nömrəsi neçə olacaq?
19'un qarşısındakı da 20'dir. Bu da oldu B variantı. Bayaq tam yazmamışdım, ona görə biraz qarışıq oldu. Sonra keçirik 43-cü sual. Cədvəldə ədədlər ox istiqamətində artan sıra ilə yazılmalıdır. Aha, istiqamətindəki, yəni sətir üzrə 6 vaid artır. Ona görə nə ilə yazıb? Bura x yaza bilərəm. Bura 6, x üstəgəl 6 olar da. Bura 12 olacaq, düzdürmü? Bura nə olacaq? 18. Növbəti nə olacaq? X üstəgəl 18 6 24 olacaq. Düzdür? Sonra bura 3 vaid, sütun üzrə nə olur? 3 vaid artır. 3 olacaq. Bura 6 olacaq. Burada 9 olacaq. Mənə nə deyir? A ilə B-nin cəmi 47. Burada x üstəgəl 9-da. Hamısını x deyirəm. X üstəgəl 6, x üstəgəl 3-dür. Bilirsiniz, sətir üzrə 3 vaid artır. İndi x-i tapaq da. Bizə lazımdır C-ni tapaq. C. C nədir? A nədir burada? A olmuşdur. X üstəgəl 24. Üstəgəl. B nə idi? X üstəgəl 9. Bərabərdir 47. Dar getdik. 2x üstəgəl 24 üstə 9 33 bərabərdir 47-yə. 2x nəyə bərabərdir? 47-dən çıxırsınız 33. 2x nəyə bərabərdir? 4, 4, 14. X nəyə bərabərdir? 14 bölünsün 2. X bərabərdir 7-yə. Qutadı getdi. Doğru variant, B variant. Burada çətin bir şey heç nə yoxdur. Diqqətli olmaq lazımdır. Şərki düzgün analiz, düzgün oxumaq, düzgün başa düşmək. Sonra Yunus dəftərin 2 vərəqini vahid kvadratlara bölür və müəyyən xanalarının şəkildəki kimi rəngləyir. O daha sonra dəftəri örtür və yenidən açır. Bu zaman hər bir vərəqin rəngli xanalardakı boya həmin xanalarla simmetrik olan digər vərəqdəki xanalara keçmiş olur. Vərəqin örtüb açdıqdan sonra ümumi olaraq rəngli xanalara uyğun kəsir aşağıdakıların hansı olar? Baxın dostlar, burada simmetri baxmaq lazımdır. Çətin bir şey yoxdur. Bunun simmetriyi harda olmalıdır? Burada olmalıdır. Bunun simmetriyi burada olmalıdır. Bunun da simmetriyi burada olmalıdır. Burada simmetrik yoxdur. Üçüncü sətrə baxaq. Burada simmetrik isə burada olmalıdır. Bunun simmetrik isə burada olmalıdır. Sonra bu simmetrik isə burada olmalıdır. Bu simmetrik isə burada olmalıdır. Bunlar da bir-birinə elə simmetrikdir. Görək neçə dənə? 1, 2, 3, 4, 5, 6, 7 burada. 1, 2, 3, 4, 5, 6, 7. Cəmi nə qədərdir? 14. Neçə xanadan? 20 xanadan 14. Bunları ixtisar aparanda 10-da 7. 7-də bölünən burada ədədlər hansıdır? 35-də 100. Həqiqətən 2 desə, vərəqə bir dənə xəyalən təsəvvür edəsiniz, bir dənə vərəq açırsınız. Ora baxsınız, görəsiniz ki, 5 dənə orada səhifə tutmuş olacaqsınız əlinizdə. Ona görə D variantı doğrudur. Sonra keçək növbəti suala. 42-də nə deyir? Deyir, bir albaq muncuqlar taxılaraq 424 milyon 334 min 323 ədədi alınır. Bu abaq lamanın əlindən yerə düşür və bəzi muncuqlar yerlərindən çıxır. Aşağıda abaqın yerə düşəndən sonraki vəziyyət verilmişdir. O yerə düşən muncuqların hamısını abaqın çubuqlarına taxır. Laman hər çubuğun ən azı bir muncuq taxdığına görə əldə edəcəyi ən böyük ədəd hansı olacaq? Dostlar, gəlin fikirlə diqqətlə baxaq. Şəkildə 2 dənə abaq burada yazdım. 1 dənə burada. 3 dənə burada. Düzdürmü? 2 dənə burada. 2 dənə burada. 3 dənə burada, 2 dənə burada, 1 dənə burada, 1 dənə burada. Toplasaq bunları 2 üstə 1, 3, 3 üstə 3, 6, 6 üstə 2, 8, 8 üstə 2, 10, 10 üstə 3, 13, 10 üstə 2, 15, 15 üstə 1, 16, 17 dənə abaqda muncuq var. Yazdım aşağısında 17 dənə. İndi bu ədədi yazdım. 400, baxın 424, 424. Sonra 334 yazdım. 323, 424 milyon 334 min 323. Bunları rəqəmlər cəmi toplayanda 4 üstə 4, 8, 8 üstə 2, 10, bura eləyir 10, bura eləyir yenə də 10, bu da eləyir 8. Bunları toplayanda 10 üstə 10, 20, 28. İndi 28-dən çıxıram
17-ni. Görüm nə qədər dağılıb. 28-dən 17 çıxanda qalır 11 dənə. Bu neçə rəqəmli? 9 rəqəmlidir də, düzdürmü? Hər birinə bir vahid taxdım. Bir getdi, bu elədi, bir taxanda 2. Bir getdi, bu taxanda oldu 2. 2 isə bir gəldim 3, birini taxdım. Bu elədi 4. Buna birini taxdım, elədi neçə? Baxın, hər birinə birini taxıram. 100. Buna taxdım 3. Buna taxdım 4. Bunun birini əlavə etdim 2. İndi görək neçə dənə muncuq istifadə eləmişəm. Baxın 1, 2, 3, 4, 5, 6, 7, 8. 11 dənə qalmışdı axı. 11-dən 8 çıxanda 3. Bu 2 dənə idi. 3-ün taxdım 5 oldu. 5 ilə başlayan varmı? Deməli 5, 2, 4, 3 bu da oldu doğru variant, D variant. Yəni bu çətin deyil. Sonra keçirəm 43-ə. Deyir robotun irəliyə doğru hər addım 80 sm, geriyə doğru isə hər addım isə 40 sm. Robot hər cəhətdə 7 addım irəli, 4 addım geri gedərək 12 metr irəliyə ilk dəfə neçə addım atandan sonra çatar. Gəlin baxaq. Baxın dostlar. 7-ni vurursunuz 40-a, 7-ni vurursunuz 40-a. Nə qədər edir? 7 4-ün üzr istəyirəm. 40-a yox, 80-ə vurmaq lazımdır. Çünki irəli nə qədər atır? 80 sm. İri 560. Düzdür? İndi 4 addımda 4-ü də vuracağım. Nəyə? 40-a. 160. İndi görüm, irəli atdım. Hər 7 qabağa 4 dalı atanda nə qədər irəli düşür? 560 da. Çıxıram 160-ı. Nə qədər edir? 400. 400 nə demək? 4 metrə. Belə deyək də. 7 isə 4 kənarda nə qədər edir? 11. 11-i vurursunuz 2-yə. Bilir 22. 400-ü 12 belə deyək də. Bax 400, bax bunu belə yazdım. Təsəvvürlə yazdım. Baxın. Birinci. 7 isə 4 kənarda 11. Düzdürmü? 11 atdı. 11-də nə qədər qabağa getdi? 4 metrə getdi. Düzdür? İkinci dəfə. 11 atdı. Nə qədər qabaqda oldu? 8 metr, 4 metrə gəldi. Cəmi nə qədər ilə 8? Düzdürmü? 8. İndi 12-dən 8 çıxanda 4. Düzdürmü? Buna ehtiyac yoxdur da. 500 hər dəfə baxın. Hər dəfə 80 getdi. Birinci dəfə 80. İkinci dəfə 120. Üçüncü dəfə 200. İndi 5 dəfə, düzdürmü? 22 addım atıb da üzə. 22 dəfə cəhd eləyib, düzdür? 22 dəfə cəhd eləyib. Düzdür? 22 dəfə cəhd eləyəndə nə qədər getmiş olur? 22 cəhddə getmiş olur 8 metrə. Bunun qalıb 4 metrəsi. 4 metrəsi, baxın, 5 dəfə olsa, 5-80-ın, bax 5-i vuranda 80-ə. 4 metrə elirmi? Da bu geriyə gəlməyib də. 8-də 4 kənarda nə qədər elədi? 12 metrə getdi. 22 bir də 5, cəmi nə qədər oldu? 27. Bax, belə də tapa bilərsiniz. Sonra, 44-də. 1-dən 100-ə qədər müxtəlif natural ədədlərlə nömrələnmiş 100 ədəd kart bir qutuya atılır və təsadüfən 6 kart çəkilir. Çəkilən kartların üstündəki ədədlərin cəmi 180-dir. Çəkilən kartların nömrəsi 50-dən kiçik olmayan 3 kart var. Aha. Baxın dostlar. 80-dən elə deyirəm 80. 80-da qarşı desən alergiyam var ona görə. 50-dən kiçik deyirsə 50 özü də daxil ola bilər. Çünki bizə demir ki 51-dən kiçik deyir. 50 özü daxil oldu. Müxtəlif olduğuna görə ikincisi nə olacaq? 51. Onsuz da mən ən böyüyün bizdən soruşur ki, ən böyüyün ən çoxunu tapmaq üçün ən kiçiklərini götürürdük. Verilən cəmdən çıxırdıq da, ən böyüyünü tapırdıq. Burada da isə üçüncüsü nə deyir bizdən? Çəkilən kartın nömrəsi 5-dən kiçik olan kart yoxdur. Üçüncüsünü 5 götürəm. Dördüncüsünü götürəcəm 6. Beşincisini götürəcəm 7. Düzdürmü? 6 dənə kart var. 6-cı kartı x deyəcəm. Bunları toplayacağım. 50 isə 51 gələndə.
101. Üstə gəl. 5 salt 11, 11 ise 7, 18. 9, 1, 119. Düzdürmü? 186'dan çıxıram 119. Nəyi verir? 67'ni. Həqiqətən, baxın. Bir şərti oxuyuram. Çəkilən kartların üstündəki ədədlərin cəmi 186'dır. Yəni 67 olsa 50, üstə gəl 51, üstə gəl 5, üstə gəl 6, üstə gəl 7, üstə gəl 67. Cəmini verəcək 186. Çəkilən kartın nömrəsi 50-dən kiçik olmayan 100 kart var. Biri 50'dir, biri 51'dir, biri də 67'dir. Yəni bu sizi çaşdırmasın. Sonra çəkilən kartın nömrəsi 5-dən kiçik olan kart yoxdur. Həqiqətən tapdıq ki, ən kiçiyi 5'dir, sonra 6'dır, 7'dir, sonra 50'dir, sonra 51'dir, ən böyücü də 67'dir. Qutadı 7. Yəni burada heç bir səhvliyimiz yoxdur. 45-ci sualda. Murad üzlərində 1-dən 6-ya qədər ədədlər yazılan standart bizləri dəftərə dəfələrlə atır. Və üst üzə düşən ədədlər bir kağıda yazır. Bir ədəddən üst dəfə eyni düşərsə artıq zər atmır. Murad zəri 12-ci atışdan sonra atışları dayandırır və düşən 12 ədədin cəmi 47 olduğuna görə müəyyən edir. Murad hansı ədəd üst dəfə atmış olar? Bunu nə eləmək lazım? Variantlarla yoxlamaq lazım. 6-nı götürəndə 106 neçə ilə 18. Düzdürmü? 47-dən çıxacaq 18-i nə qədər qalacaq? 29. 29 hansı ədədlərin cəmidir? 15 ilə 14. Yəni birinci belə çıxaydı da, deyək ki, kartlar belə çıxıb. Birinci dəfə üstə düşən 1 olub. İkinci dəfə baxın, kartlar belə çıxıb. Ardırını yazıram bura. Bax 1, 2, 3, 4, 5. Sonra çıxıb 6. Düzdür? Sonra çıxıb 1, 2, 3, 4, 5. 6 çıxanda bu ödəməyəcək. Birincisi deyək ki, tutaq ki 1 çıxmadı. Belə. Aydındır? Bu formada çıxıb. Bunların cəmi həqiqətən bax. Bu kartlar belə çıxıb bax. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Növbəti 6 çıxıb ki, saxlayıb. Aydın oldu mu?